Belə bir misal var, dünya ilə belə gəlib, belə də gedəcək. Adətən bunu narazı insanlar həyatından, yaşamından, güzəranından narazı olanlar deyir. Dünya belə gəlib, belə getmir, dünya dəyişir və biz bu dəyişimin tam içindəyik. Təbii olaraq ki, indi yaşadığımız sosial bərabərsizliklər, maddi mənəvi sıxıntılar, tükənmişlik sindromlarının artması, kreditlər, borclar, qaça-qaçlar, qova-qovlar, ruhsal narahatçılıqlar, bunlar hamısı bizim həyatımızdan müəyyən qədər narazı olmağa səbəbdir. Amma burada bir haqq ediş məsələsi var. Haqq edənlər. Yaxşı xəbər odur ki, dünyanın altın çağı yaxınlaşır. Altın çağı deyəndə bəziləri bunu utopiya kimi qəbul edir, bəziləri nağıl kimi, yəni ki, mümkün olmayan bir hal kimi qəbul edirlər. Amma tarix kitablarını araşdırsaz, internet məlumatlarını araşdırsaz, dünyada təxminən 5-6 dəfə altın çağı yaşanmışdır. Yunanistan'da, hatta İslam İntihab döneminde altın çağ kimi qeyd olunur vesaire və ilaxır. Altın çağ nədir? Altın çağ yüksək ədalətin bərqərar olduğu, insanların hüququnun təmin olunduğu, maddi mənəvi stabillik, maddi mənəvi yüksəliş, mədəniyyətin yüksəlişi, məhz bu dövr, insanların xoşbəxt olduğu dövrə, insanların sevgi ilə, mərhəmətlə, şəfa ilə əhatə olunduğu bir dövrdə altın çağ. Bu dünyada nə vaxt yaşanıb? Təbii dediyim kimi araşdıra bilərsiniz, amma mənim üçün maraqlı olan altın çağ məhz türklərin yaşadığı Mu uyğarlığında olmuşdu. Bu barədə mən 3 il, 4 il bundan əvvəl təbii ki, Mu, Atlantis bu itmiş, batmış, belə deyək ki, qitələrdir. Su altında, okean altında qalan qitələrdir. Çoxlu rəvayətlər var, çoxlu məlumatlar var, YouTube kanallarında çoxlu sayda proqramlar var bu barədə. Çox maraqlıdır. Öz soy kökü ilə maraqlanan insanlar, hardan gəldi, necə oldu ki, mən var oldum, mən bu dünyada işim nədir, bu dünyada görəvim nədir, atalarım kimdir? Bu suallarla maraqlanan, yəni ki, cəddim kimdir, nəslim kimdir, soy köküm kimdir? Bunlarla maraqlananın mütləq şəkildə, belə deyim ki, bu tip mövzularla rastlaşırlar. Və Atatürk barədə bir YouTube kanalında bir proqrama baxırdım və Atatürk'ün Mu qitəsi haqqındakı düşüncələri, fikirləri orada səsləndi. Və kiçik bir araşdırmanı da mən apardım. Yəni ki, aparılan araşdırmaların, belə deyək ki, özüm üçün məlumatlamaq anlamında özümə görə araşdırma apardım və çox maraqlı bir faktlarla rastlaşdım. 1932-ci ildə təbii olaraq ki, Atatürk hər zaman Türklər hardan gəlib, necə olub, Anadoluya sonradan hardan köç ediblər, Anadoluda gəlməmişdən öncə harda yaşayıblar, harda bərqərar olublar. Bunun kökü çox əvvəllərə gedib çıxır. Siz yəqin ki, izləyənlər bilir ki, Şumer tabletlərində türklərin izi axtarılır. Şumer yazılarında axtarılır. Ən qədim uyğarlıqlarda türklərin izi axtarılır. Zaten Mu qitəsində yaşayan Maya xalqları ilə belə deyək ki, türklər arasında böyük oxşarlığının olduğunu, türklərlə, türkcə ilə onların dilləri arasında çox böyük oxşarlıq olduğu, dil, mədəniyyət, kültür anlamında, eləcə də belə deyim ki, tanrıçılıq düşüncəsi ilə onlar arasında böyük bağlantı olduğunu da məhz Atatürk'ə onun təyin etdiyi səfir, adını burada qeyd etmişəm, Təhsin bəy Mayətəpək məlumatlandırmışdı. Bu, hardasa 1932-ci ildə olur. Təhsin bəy generaldır, diplomat olub, general olub və o Maya xalqı ilə maraqlanır və Atatürk'ə məlumat verir ki, Maya xalqı ilə türklər arasında çox böyük oxşarlıq var. Yenə dediyim kimi, həm tenqriçilik dini üzərindən, şamanizm üzərindən,
ay ulduz simvolu üzərindən davul bilirsiniz də, dəf və bunları şamanlarda ruh çağırma bir çox belə deyim rituallarda həyata keçirilirdi və böyük də fəlsəfi anlamı var. Hətta içində çox böyük həqiqət var ki, bizdə də sonradan o dəf formasında bizlər dəf deyirik, Türkiyə türkcəsində hələ də davul deyirlər onlar. Və bir çox oxşar nəsnələr mövcuddur. Və məhz bundan sonra Atatürk'ün göstərişi ilə Təhsin bəy Meksikaya görevə göndərilir. Böyük elçi kimi, baş elçi kimi, səfir kimi görevə göndərilir və əsas görev ondan ibarət olur ki, o orada Muq qitəsinin qeyb olmuş Muq qitəsində yaşayan Maya xalqı haqqında və digər orada xalqlar olur ki, onlar haqqında məlumatlar toplanılsın. Təhsin bəy 3 kitaba bərabər məlumatlar toplanılır və bu sonradan 2 cildli kitab 3 cildli kitaba çevrilir. Amma təəssüf ki, bəzi məlumatlarda oxudum ki, verilir ki, 3-cü cild kitab itirilib, ortada yoxdur hazırda, amma digər 2 kitab hansısa muzeydə, fondda saxlanılır. Və türklərin, qədim türklərin məhz köklərinin gedib Muq qitəsinə çıxması, yəqin ki, bir çoxlarınız məlumatlısınız. Muq qitəsinə paralel Atlantis qitəsi olmuşdu ki, sivilizasiyanın çox pik həddinə gəlib çatıb onların yaşam tərzi. Amma görünür sonradan hansısa bir balanslar pozulduğuna görə bu qitələr heç nə boşuna olmur, bu qitələr su altında qalır. Zaten hak edişlər, dediyim kimi, layiq olmalar, xalqlar da yaşadıklarına layiqdirlər. Hər birimiz zaten həyatda nə yaşayırıqsa, Tanrının, Allahın əgər ədalətinə güvəniriksə, Allahın ədalətinə güvənən hər kəs yaşadığının boşa yaşamadığını anlayır, dərk edir. Bu xalqlara da aiddir, millətlərə də aiddir. Layiq olma, biz əgər özümüzü daxilimizdə ən yaxşıya layiq biliriksə, bu ümumi fərdə də aiddir, ümumi insanlığa da aiddir. Onda yaxşı olmaq üçün, yaxşı yaşamaq üçün, ədalətli cəmiyyətdə yaşamaq üçün artıq bir şeylərin fərqinə varmağın vaxtıdır. Bir şeylərin fərqinə varmaq dünya insanının oyanışının son dönemidir. Hansı anlamda? Dünya məktəbi deyilir. Artıq dünya məktəbinin bir dünyanın sonu kimi deyil, dünya məktəbinin bir sinifinin bitirilmə dönəminə biz rast gəldik. O dönəmi yaşayırıq hazırda. Yəni şansımız var, altın çağda yaşamaq kimi şansımız da var. Çünki utopik gəlməsin heç kəsə, bu yenə deyirəm, müəyyən coğrafiyalarda yaşanılacaq, müəyyən xalqlar yaşayacaq, bütün dünyada bərqərar olmayacaq, bütün dünya bunu yaşamayacaq. Ne üçün dediyiniz sual verə bilərsiniz. Ona görə ki, yenə deyirəm, burada hak ediş məsələsi var, kainatın qoyduğu tarazlıq qanunu var, alma vermə tarazlığı var və s. və l-axır. Amma 1930-cu ildən sonra artıq dünyada çox böyük bir proseslər baş verəcək. Artıq belə deyək ki, tərəflər məlum olacaq. İnsanlıq müəyyən bir seçim qarşısında qalacaq. Təbii ki, indiyə qədər özünü ərdəmləyən insanlar, karmalarını ödəyən insanlar, Allah'ın verdiği erdemlik sistemini tənzimləyən insanlar və s. və l-axır, yəni ki, burada sistem o qədər çox böyüdür ki, hamısını açıb danışmaq həm vaxt aparır, həm də bir qədər mövzu genişlənir, dağılır eyni zamanda. Məhz hak edişlər Türklərin və tək burada Türklər nəzərdə tutmaq istəmirəm, yəni ki, digər xalqlarda olacaq, təbii ki, ancaq özüm bir Türk olduğum üçün buna çox sevinirəm. Biz hak edənlərdən olaq. Cəmi, bilmirəm, 30 il, 40 il sürəcək, 10 il sürəcək, 20 il sürəcək. Yenə də bu bizim bu dönəmi necə aparacağımızdan ibarətdir. Biz həqiqətən də öz həqiqətimizə, özümüzə oyanacağıq mı?
Allah'ın bizə verdiyi nəfəsi, nuru dərk edəcəyikmi? Bundan asılıdır hər bir şey. Allahın yolunda olacaqmı? Bundan asılıdır hər bir şey. Öz haqqımızı biləcəyikmi, tanıyacaqmı? Mövzu çox geniş mövzudur. Altın çağda nələr yaşanacaq? Təbii ki, hər dönəmə uyğun bir altın çağ sistemi qurulur yaradan tərəfindən. Proqnozlar belədir. Altın çağda artıq təhsil sistemi dəyişdiriləcək. Artıq insanları yoran, qaçan, qovan, bir yarış sisteminə salınmış təhsil sistemindən çıxarılacaq. Daha çox doğa ilə, təbiətlə, insanın içsəl bilgilərinin açılması prosesi baş verəcək. Daha nələr baş verəcək? Ədalət sistemi bərpa olunacaq. Daha nələr baş verəcək? İnsan daxili hüzuruna odaqlanacaq. Daha nələr baş verəcək? İnsan yaradandan gələn yaradıcı potensialını aşkar edəcək və bunu bütünə xidmət üçün sunacaq. Yəni ki, altın çağ tək mənim çağım, sənin çağın deyil. Altın çağ bizim çağımızdır. Biz deməyi bacaran, bizə xidmət etməyi bacaranların çağıdır. Amma bir şərtlə, bu şərtdə dürüstlük şərtidir, düzgünlük şərtidir. Allaha verdiyimiz sözün bu dünyada nə dərəcədə yerinə yetirməyə hazırıq, nə dərəcədə bu dünyaya bədənlənmədən öncə ruh kontraktımızda Allaha verdiyimiz sözləri xatırlayarıqsa və onu icra edəriksə, biz həmin altın çağın şahidləri olacağıq. İnşallah, mən buna inanıram. Təşəkkür edirəm hər birinizə.